Son günlər Azərbaycan mediasında və hərbi ekspertlər arasında Azərbaycanda hərbi xidmətin ödənişli olması məsələsi gündəmə gətirilir. Və bu məsələ Milli Məclisdə də müzakirə olunur. Belə ki, hərbi xidmətə getmək istəməyən şəxslərin müəyyən məbləğdə pul ödəyərək dövlət büdcəsinə vəsait köçürməsi və bunun müqabilində hərbi xidmətə getməməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu layihə artıq Milli Məclisdə müzakirə olunur və yaxın günlərdə təsdiqlənəcək. Bu qanunun müzakirəyə çıxarılması təsadüfi deyil. Çünki İlham Əliyevin nəvələri Əli və Mikail Ağalarovlar təxminən 4-5 aydan sonra hərbi xidmət yaşlarına çatacaqlar və əskərliyə getməlidirlər. Onlar artıq 18 yaşı tamam olub. Bu səbəbdən İlham Əliyevin nəvələrinin hərbi xidmətə getməməsi üçün eyni zamanda əsas bu məsələdir. Eyni zamanda ölkədə vəsaitin olmamasına görə ödənişli hərbi xidmət qanununu həyata keçirmək və təsdiqləmək istəyir. Nəvələrinin əskəriyə getməməsinə görə. İlham Əliyev özü də hərbi xidmətə getməyib, Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna qoşulmayıb, 1-ci Qarabağ savaşında. Deməli, dəstəyə gəlməyibdi, Ebru Gündəşin yanında şeyinin qırağından əl çəkməyibdi, Ebru Gündəşin aybaşı olanda belə 69 ediblər. İndi isə öz nəvələrinin də hərbi xidmətə getməməsi üçün belə bir qanun layihəsi hazırlayırlar. Necə ki, İlham Əliyev Balaca Heydəri universitetə qəbul olması üçün diplomatik akademiya tikdirdi. Baxa, diplomatik akademiya tikdirdi Balaca Heydəri, deməli, dəyərli həmvətənlərim, universitetə qəbul eləsin deyə. Məktəbdə təhsilli Heydər Əliyevin adına müasir tədris kompleksi tikdirdi. Sonra institutdan sonra yenə də əskərliyə adını yazdıraraq, orada bir şou göstərərək getdi Fransaya Alyonanı tapmağa. İndi də İlham Əliyev nəvələri üçün belə bir qanun layihəsi hazırlatdırır və balaları kimi nəvələri də qorxaqdır, özü kimi. Babası Əlirza kimi 1-ci Dünya müharibəsindən qaçdı. Dədəsi ya dədəliyi Heydər Əliyev 2-ci Dünya müharibəsindən qaçdı. Özü 1-ci Qarabağ savaşından qaçdı. Oğlu 2-ci Qarabağ savaşından, Balaca Heydər 2-ci Qarabağ savaşından qaçdı. İndi də nəvələrini, dəyərli həmvətənlərim, pullu xidmət edir orduda. Pullu xidmət. Puluma siz deməyəsiniz, hanı varlıların balaları? Daha belə deməyəsiniz. O pulu verib getmir deyəcəklər. Ölkədə belə ödənişli xidmət var. Türkiyədə də var belə bir şey. Vəssalam.